Baxıram, 101, 102, 103, 104 tipli suallardan birini yazıram. Məsəl üçün 104-ü yazıram. M faktoriala 1a desəm, olacaq 2a-nın kvadratı çıx 3a minus 2 bərabərdir 0. Diskriminant bərabərdir 9 çıx 4 vur 2 vur mənfi 2 olacaq 25. A1 bərabərdir 3 üstə gəlsin 5 böl 4 2-yə. A2 də bərabərdir mənfi 2 də 1. Mənfi 2 də 1 boşluqluqdur. Yəni bu boşdur, kənar köşdür. M faktorial bərabərdir 2-yə. 2 də bilirik ki 1 vur 2 deməkdir. Yəni n olacaq 2. 104-cü sualda. 105, 106, 107 tipli suallardan baxıram. Məsəl üçün 107-ci suala baxıram. 107-ci sualda x minus 2 faktorial bölünsün x minus 2 minus 2 faktorial bərabərdir 30-a. Buradan da x minus 2 faktorial bölünsün x minus 4 faktorial bərabərdir 30-a. Sürəti parçalayıram x minus 4 faktorial vurulsun x minus 3 vuraq x minus 2. Bölünsün x minus 4 faktorial bərabər idi 30-a. Buradan bunlar gedir. X minus 3 vurulsun x minus 2 bərabərdir 30-a. Deməli, burada da olacaq 8. X olacaq 8. Çünki 5 vur 6, 30. Bu da 106-cı sual. Daha doğrusu 107-ci sual. Baxıram 109-a. 109-a deyir ki, dəyirmi masa arxasında 6 nəfər neçə stol otura bilər? Dəyirmi masa arxasında 6 minus 1 faktorial, o da eləyəcək 5 faktorial, yəni 120. Yəni m minus 1 faktorialla hesablanır. Keçirəm 111-ə. Binomun açılışına əmsallar cəmini tapın. Əmsallar cəmini tapanda x-in yerinə 1 yazıram. 7 vurub 1, sıx 5-in üstü 6. Yəni 2-in üstü 6, bu deyəcək 64. 111-ci sualda da 64. Baxıram 113, 114 tipli suallara. 113 və 114. 113 yazıram ki, deməli, 2n plus 2 faktorialı 2n-ə görə parçalayıram. 2n faktorial vurulsun 2n plus 1 vurulsun 2n plus 2-yə. Sonra vurulsun n minus 1 faktorial bölünsün məxrəcdə 2n faktorial. 2n faktorial vurulsun. n plus 1-də n minus 1 əsasən parçalayıram. n minus 1 faktorial vur n vurulsun n plus 1. Burada n minus 1 faktoriallar getdi, 2n faktoriallar getdi. Bərabər idi 5-ə. İndi baxırıq ki, sürətdə nə qaldı? Sürətdə 2n plus 1 vurulsun. 2-ni çıxarsam n plus 1 bölünsün. n vurulsun n plus 1 bərabərdir 5-ə. Bunlar da ixtisar gedir. Çarpacıb sürətdə oldu 4n plus 2 bərabərdir 5-ə. Buradan da n bərabərdir 2-yə. Yəni 113-də də cavab oldu 2. 115-ə baxıram. 115-ci sual. Deməli, 115-də nə deyir? Deyir ki, ödəyən ən kiçik ədəd tapın. Deməli, 115-də yazıram. n faktorial bölünsün n minus 2 faktorial kiçikdə 12-dən. n faktorial parçalarım n minus 2 faktorial vurulsun n minus 1 vurulsun n. Bölünsün n minus 2 faktorial çıx 12 kiçikdə 0-dan. Bunlar gedir, olur n kvadratı çıx n çıx 12 kiçikdə 0-dan. Kökləri cəmi 1 hasil mənfi 12. Deməli, mənfi 3 ilə 4-dür. Kiçik 0-dan. 0-dan kiçik yerdə olacaq mənfi 3 və 4. Biz də bilirik ki, burada n-in yerində mənfi ola bilməz. Yəni, n nə olmalıdır? N 2-dən böyük bərabər olmalıdır. Ona görə, deməli, aralığımız olacaq 2, 4. 2 ilə 4 arasındakı ən kiçik ədəd olacaq 2. 115-də də, deməli, cavab oldu 2. Keçirəm 117-yə. 117, 118 tipli suallardan yazıram. Deyir ki, qutuda 5A, 6 qara və 4 sarı kürəcək var. Yalnız 3-ü ağ olmaqla 4 kürəci neçə fərqli üsulla seçə bilərik. Demək, yalnız deyir 3-ü ağ olsun. 3-ü ağdırsa, ağı 5-dən 3-dən seçirəm. Deməli, 3 dənə kürəci seçmişəmsə, bir dənə kürəciyim qalır. Bu bir kürəciyi ya qara seçməliyəm, ya sarı seçməliyəm. Qara olacaq 6-dan 1 və ya mən 5 dənə kürəcikdən 3-ün ağ, 1-in də sarı seçməliyəm. O şəkildə hesablayaq. Bu da 5 faktorial böl 3 faktorial vur 2 faktorial vurulsun 6 üstə gəl. 5 faktorial böl 3 faktorial vur 2 faktorial vur 4. O da eləyəcək. 4 vur 5. 20, 60 üstə gəl 40. Eləyəcək 100. Düzgün hesabladımsa. Yaxşı, 118 eyni sualdan da 119 və 120 sualına baxaq. 120. Deyir ki, 120-də qrupda müəyyən sayda eyni hüquqlu iştirakçı var. Seçilən iki iştirakçının birinin kapitan, digərinin köməkçi olmasının mümkün olan sayı 56 varsa, qrupda necə iştirakçı var? X iştirakçı olsun. Bunlardan ikisi seçilir. Bərabərdə 56-ya. Niyə permütasiyonu yazılır? Çünki biri kapitan seçir, birini köməkçi seçir. Yəni, burada fərq var. Fərq varsa demişik ki, permütasiyonu yazılır. Onda x faktorial bölünsün x minus 2 faktorial bərabərdə 56-ya. Bundan da bu gedir, sürətdə qalır. X minus 2 faktorial, yəni parçalayım yazım. Vur x. Bölünsün x minus 2 faktorial bərabərdə 56-ya. Deməli, gedir. Qalır ki, x vurulsun x minus 1 bərabərdə 56. Deməli, x bərabər olur 8-ə. 120-dən də cavab oldu 8. 121-i yazıram. Sonra 122, 124-ə baxalım. 121-də. 121-də, deməli, n plus 4, n plus 5-i parçalayıram. N plus 4 faktorial vurulsun n plus 5 kimi. Çıxılsın n plus 4 faktorial. Bölünsün məxrəcdə n plus
3 faktorial vurulsun n plus 4'ü parçalayıram. N plus 3 faktorial vurur n plus 4 kimi. Həmişə böyük olanını parçalayıram. Bərabərdir 121 bölünsün n plus 5'ə. Buradan da sürətdən n plus 4 faktorial çıxarsam mötərizədən xaricinə qalır n plus 5 çıx 1. Bölünsün məxrəcdə də n plus 3 faktorial çıxarsam mötərizə xaricinə qalır n plus 4 plus 1. Bərabərdir 121 bölünsün n plus 5'ə. Buradan da deməli nə olur? Bu sıra n plus 4 faktorial vurulsun. Bu da n plus 4 faktorialdır. N plus 4 faktorial parçalayım n plus 3 faktorial vurulsun n plus 4 kimi. Bölünsün. Məxrəcdə n plus 3 faktorial vurulsun n plus 5. Bərabərdir 121 bölünsün n plus 5. Buradan n plus 5'lər getdi. Sonra n plus 3 faktoriallar getdi. Və nə qaldı? Burada ikisində də faktorial yazmışam. Yəni burada birində də faktorial, hər ikisini yazmışam. Nə qaldı? Qaldı ki bizdə n plus 4 vurulsun n plus 4 bərabərdir 121'ə. Yəni n plus 4'ün kvadratı 121'dirsə n plus 4 bərabərdir 11'ə, n də bərabərdir 7 olacaq. 121'də də cavab olacaq 7. 122 və 123'ə baxıram. 122'də deyir ki, deməli, burada deyir ki, 3 fərqli məktubu 5 post qutusuna. Deməli, məktublar su, qaz, işıq olsun. İndi deyir ki, 5 fərqli post qutusuna neçə fərqli şəkildə qoyula bilər. Deməli, bundan əvvəlki buna oxşar sual var idi. Orada deyilirdi ki, bir post qutusuna bir məktub qoymaq olar. Amma burada demir ki, bir post qutusuna bir məktub qoymaq olar. Deməli, bir post qutusuna, deməli, 3 məktubun üstündə qoymaq olar. Deməli, hər məktub üçün 5 al mümkündür. 5 al mümkündür. Çünki bir post qutusuna bir məktub, 2 məktub və yaxud da 3 məktub qoya bilərik. Onda olacaq 5'in kubu, yəni 125. 122-ci sualda cavab oldu 125. Sonra 123-cü sualda deyir ki, 4 fərqli məktubu 3 post qutusuna. 4 dənə məktubdur. Bu zaman yazaq A, B, C, D məktubları. Bunları 3 post qutusuna. Deməli, burada da bütün məktubları bütün post qutusuna yerləşdirə bilərik. 3 dənə post qutusu varsa, deməli, A üçün də 3 al mümkündür, B üçün də 3 al, C üçün də 3 al, D üçün də 3 al. Bu da olacaq 3 üstə 4, yəni 81. 123'dən. Sonra 124-cü suala baxıram. 124-cü sual deyir ki, 3 fərqli oyuncağa 8 uşağa, hər uşağa ən çox bir oyuncaq vermək şərtlə neçə fərqli üsulla verilə bilər? Burada oyuncaqlar fərqli olduğuna görə və 8 uşağa. Deməli, olacaq onda permütasiya 8-dən 3. Olacaq permütasiya 8-dən 3. O da bərabərdir. Bu da olur 8 faktorial bölü 3 faktorial vur 5 faktorial. Bu da 6 vur 7 vur 8 bölünsün 6 olacaq 56. Və yaxud da belə deyə bilərik. 3 dənə oyuncaqdır A, B, C oyuncağı. Bunu 8 uşağa veririk. Birinci oyuncaq üçün A oyuncağı üçün 8 uşaq var. 8 hal mümkündür. Və bizə deyir ki, hər uşağa ən çox bir oyuncaq vermək şərtlə. Onda ikinci B oyuncaq üçün 7 uşaq mümkün, 7 uşağa verə bilir. Çünki birinə oyuncaq vermişiksə, həmin uşağı çıxırıq. İkinciyə də verdik. Demək 7 uşaqdan yenə birini çıxsaq, C oyuncağı üçün 6 şərt qaldı. Burada yenə mən bunu səhv hesablamışam. Deməli, burada olacaq 8 faktorial vur 5 faktorial. Bunda 6 vur 7 vur 8. Bunu da vuranda 42 vur 8. 16 1 336. Bu deyir 336. Deməli, indi baxaq 126-cı suala. 125 də bu tipli sualdır. Hər iki ona yazdım, həm permütasiyana, həm də seçimlə. Deməli, Yusif və İbrahimin də aralarında olduğu 10 nəfərlik heyət arasında 4 nəfər neçə fərqli üsulla seçmək lazımdır ki, bu 4 nəfərlik qrupun tərkibində Yusif və İbrahim olsun. Deməli, Yusif var, İbrahim var və 10 nəfərlik qrupdur. Digər 8 dənə nəfər var, 8 nəfər var. Və deyir ki, bunlar arasında 4 nəfər seçilir. Bu 4 nəfərin tərkibində Yusif və İbrahim olsun. Yusif və İbrahim mütləq var deyə bunu seçməsək. Yəni bunun seçimi kombinasyon 2-dən 2-dir. Çünki bu 2 nəfər mütləq olsun. Yusif və İbrahim də 2 nəfər olur, 2-dən 2 kimi seçilir, vurulsun və qalan biz ümumi 4 nəfər seçirik deyə 4 nəfəri də seçirik bu 8 nəfər arasından. Yəni 8-dən 2-sini seçirik. Yəni 2 nəfəri seçdik Yusif və İbrahim. Digər 2 nəfəri 8 nəfərin arasından seçirik. Bu bizə 1'i verir. 8 faktorial bölü 2 faktorial vur 6 faktorial. O da 7 vur 8 bölü 2 olacaq 28. Deməli 126-da da cavab olar 28. 127 də bu sualdan eynidir. Baxıram 128-ci suala. 128-ci sualda yox 129-a baxıram, fərqli olsun deyə. Deməli, deyir ki, nöqtələr arzuda qeyd olunmuş. Təpələri 3 A, B və C nöqtələrinə neçə 5 bucaqla səhmək olar? Deməli, A, B, C, D, Y, F, G, H. 8 dənə nöqtə qeyd olunub. 8 dənə nöqtə qeyd olunubsa, çeviri üzərində qeyd olunub. Təpələri A, B və C-də olan. A, B və C-də deyirsə, bu kombinasyon 3-dən 3. Çünki bunların adını çəkir ki, bu üçünün də olsun 3 təpəsi. 5 bucaqlı düzəldiriksə, deməli 5 bucaqlı üçün 5 dənə təpə nöqtəsi götürməliyik. 3-ü seçilibsə artıq qalır 2 dənə təpə nöqtə. Bu 2 dənəni də seçirik digər 5 nöqtədə. Bu da bizə 1 vurulsun 5 faktorial bölü 2 faktorial vur 3 faktorial. Bu da eləyəcək 10 dənə. Deməli 10 hal. 129-da da olacaq 10. Sonra gəlirəm 130, 131 tipli suallardan yazaq.
130 tipli suala baxıram. Deməli, tənliyin kökləri cəmin tapın deyir. Biz bilirik ki, burada 2 hal mümkündür. Ya 3n minus 1 bərabərdir 2n plus 3-ə, ya da ki, bunu həll eləsəm n bərabər 4-ə, ya da ki, 3n minus 1 ilə 2n plus 3-ün cəmi bizə 27-ni verməlidir. Burada da 5n bərabərdir 25-ə, n bərabərdir 5-ə. Kökləri 5 ilə 4, 4 üstə gəl 5 olacaq 9. 132-yə baxıram. Deyir ki, sinifdə 20 şagirdlərin ikisi riyaziyyat olimpiyadasına, qalanlarından biri isə fizika olimpiyadasına neçə fərqli üsulla seçilə bilər? 2 nəfər riyaziyyat olimpiyadasına komizon 20-dən 2 ilə seçdik və qalan deyirsə, deməli 2 nəfər seçilibsə qalıb 18 nəfər. 18-in də birini fizikaya seçirik. Bu da eləyəcək. 20 faktorial böl 18 faktorial vur 2 faktorial üstü vurulsun 18 faktorial, bu da elə 18 eləyir. 18-dən biri elə 18 eləyir. Buradan da deməli sürətdə 19 vur 20 bölünsün 2 vur 18. Bu da bizə 10'u verir. 10'u da vur 19 vur 18'ə. 18 19'a vuranda deməli 342, onu da 10'a vuranda 180, 180. 198 edir. Yaxşı, bu şəkildə. Olur 342. İndi keçirəm 134-cü suala. 134-cü suala deyir ki, 10 elementli çoxluğun ən çox 2 elementi olan neçə ad çoxluğu var? Deməli, birinci baxaq. Ən çox 2 elementli olan neçə ad çoxluğu deyir. 10 elementlinin 2 dənə elementli ad çoxluğu ola bilər. Sonra 1 elementli ad çoxluğu ola bilər. Bir də boş çoxluq olar bunun ad çoxluğu. İndi bu halların hamısını bir-bir toplayıram. Ondan ikini tapsam. 10 faktorial böl 2 faktorial vur 8 faktorial. Bu bizə verir 45. Deməli 9 10 90 45. Bu eləyir 10 və bu da 1 haldır. Boş çoxluqda olması 1 haldır. Bu da 55 üstə gəl 1 olacaq 56 hal. Yəni 56 dənə ad çoxluğu var. Sonra baxıram 136'da. 136 deyir ki, rəqəmləri təkrarlamaq isə müxtəlif 5 rəqəmləri düzəltmək olar. 1, 2, 1, 3, 4, 6 və 8. 5 rəqəmli ədəd düzəldirəm. Rəqəmləri təkrarlanmamaqla. Birinci rəqəm üçün 5 hal mümkündür. Təkrarlama olmasına görə 4. Məsəl üçün, birinci 8 yazımsa qaldı 4 hal, 6 yazımsa qaldı 3 hal, 4 yazımsa qaldı 2 hal, 3 yazımsa qaldı 1 hal. Təkrarlanmasın deyirsə, deməli azal-azala gedir mümkün halların sayı. O da 20, 60, 120. 136'da 120. Keçirəm. Deməli 138, 139 tipli suallardan birini yazmaq. 138'də permütasiya 7'dən 4, 7 faktorial bölünsün 7 çıxır, yəni 3 faktorial. Bölünsün 7 vurulsun. 3'dən 3'dən 3 faktorialı verir. Üstə gəlsin 8 faktorial bölünsün 8 çıxır, yəni 5 faktorial bölünsün permütasiya 4'dən 4 faktorialı verir. Buradan da deməli sürətdə qalır 4 vur 5 vur 6 vur 7 bölünsün 7 vurulsun 3 faktorial 6'dır. Yenə gedir qalır 6 vur 7 vur 8 bölünsün 4 faktorial da 24'dür. Bu 6 ilə 7 ilə gedir. Birincidə 20 qalır. İkinci kəsirdə də 1, 3, 1, 2, 14 qalır. Olacaq 34. Bu da 139-cu sualdır. Keçirəm 141'ə. Deməli 141 baxaq. 141'də də permütasiya 12'dən 4, 12 faktorial bölünsün 8 faktorial vurulsun 20 bölünsün. 11 komizon 11'dən 3, 11 faktorial bölünsün 3 faktorial vur 11'dən 3 çıxanda 8 faktorial vurulsun 5 faktorial. O da bərabər. Deməli, bunu yazaram. Elə normal kəsiş şəklində saxlayaq. Deməli, 12 faktorial vur 20 böl 8 faktorial vurulsun 11 faktorial vurulsun 5 faktorial. Sürətdə də 3 faktorial vur 8 faktorial. 8 faktorial getdi. 11 faktorial 12 faktorial getdi. 2 qalır. Deməli, sürətdə olur 12 vur 20 vur 3 faktorial 6'dır. Bölünsün məxrəcdə 5 faktorial. 5 faktorial da 120'dir. 120 ilə 20 vur 6 gedir, qalır 12. 141'də də cavab 12. Keçirəm 142, 143 tipli suallara, 143'ü yazıram. Bunu vurub açsam, möhtərizəni vurub açıram. n plus 1 faktorial bölünsün n minus 1 faktorial. Üstə gəlsin 3 vurulsun n plus 1 faktorial bölünsün n faktorial. Bərabərdir 24'ə. N təzdən sürətli parçalasam n minus 1 faktorial vur n plus 1 bölünsün n minus 1 faktorial. Üstə gəlsin n faktorial sürəti yenə parçalasam n faktorial vur n plus 1 bərabərdir 24'ə. Burada bunlar gedir, qalır n kvadrat üstə gəl n üstə gəlsin. 3n plus 3 çıx 24 bərabər 0. n kvadrat üstə gəl 4n çıx 21 bərabər 0. Kökləri cəmi mənfi 4 hasili mənfi 21. Deməli olacaq mənfi 7 ilə olacaq 3. Buradan da deməli mənfi ola bilməsi n olacaq 3. 143-cü sualda da cavab 3. 144 baxıram 144'də. Bizə nə deyir 144'də? Deyir ki, burada yenə iki şərt mümkün idi. Dedik ki, ya bu x minus 10 bərabərdir y plus 2'yə, ya da ki, x minus 10 ilə y plus 2'nin cəmi bizə verməlidir 9'u. Amma burada birinci şərtdə deyir fərqli verim. Onca bunu götürmürük. Bunu həll eləsəm ikinci şərti olacaq 17.
Bu da belə. Keçirəm. Bu da 145-də eynidir 146-cı suala. 146-cı sualda da deməli, deyir ki, A bərabərdir n faktorialdan 390-a qalıqsız bölünür bilərək. A bərabərdir n faktorial. Bu da deyir ki, 390-a qalıqsız bölünür. 390-a qalıqsız bölünür. 390-ı n faktorial bölünsün. 390 vurulqlarını ayırsam 3 vur 13 vur 10'dur. Buradan da n faktorial bölünsün. 3 vur 13. Onu da parçalaya bilirəm. İndi baxaq. Bizdə qaldı 13. 13-ü parçalaya bilmirəm çünki sadələtdir. Deməli, tam bölünməsi üçün n faktorial. N faktorialın tərkibində 13 olmalıdır. 13 olması üçün də ən az n faktorial 13 faktoriala bərabər ola bilər ən az. Deməli, onda n olacaq 13. Bu şəkildə. 148-149-cu suala baxıram. 148-də deyir ki, Yusif, Akif və Zahirin olduğu 8 nəfərdən ibarət qrup 2 zərgə olmaqla şəkil çəkdirməlidir. Yusif, Akif və Zahir ön zərgədir. Deməli, Yusif, Akif və Zahir. Bu birinci zərgədir, bu ikinci zərgə. Yəni, birinci zərgə ön zərgə olsun, ikinci zərgə arxa zərgə. Yusif, Akif, Zahir birinci zərgədə durmalıdır. Arxada da 5 nəfər durmalıdır. Yəni, arxa sırada da 5 nəfər durmalıdır. İndi burada Yusif, Akif və Zahir öz aralarında yerini dəyişə bilər deyə 3 faktorial. 5 nəfər də öz aralarında yerini dəyişir 5 faktorial. Bu olacaq 3 faktorial vur 5 faktorial. Bu şəkildə. Bu da eləyəcək, deməli, hesablasa 3 faktorial 6-dır, 5 faktorial 120 olacaq, 720. Deməli, 156-cı suala baxıram. 156, daha doğrusu 151-ə. Deyir ki, heç biri bir düz xətt sonunda 6 fərqli düz xətt ən çox neçə kəsiş məqdəsi var? Ən çox kəsiş məqdəsi olması üçün deməli 2 düz xətti kəsişdirik, 6 düz xəttdən ikisini kəsişdirik, ən çox kəsiş məqdələri olması üçün. Bu da 6 faktorial bölü 2 faktorial bu 4 faktorial, o da 15. Bu şəkildə. Deməli, baxıram 152-ci suala. Deyir ki 2, 5, 5, 7, 7, 7, 6. 7 rəqəmli ədədin rəqəmlərin yerini dəyişməklə 6 rəqəmlə başlayan neçə müxtəlif 7 rəqəmlə də düzəltmək olar. 6 rəqəmlə başlayan deyirsə, deməli, burada şərt verib ki, 6 ilə başlasın. Onun üçün 6-nı atıram. Deməli, mənim qaldı 2, 5, 5, 7, 7. Deməli, ədəd 6 ilə başlayacaq onsuz. 6 ilə başlayacaq. Digər rəqəmlər isə 2, 5, 5, 7, 7, 7 rəqəmlərinə istifadə olunacaq. Ona görə bu rəqəmlərin yer dəyişməsi 6 faktorialdır, çünki 6 dənə rəqəmdir. Və burada təkrarlanmalar var. 5-lərin təkrarlanması 2 faktorial, vurulsun 7-lərin təkrarlanması 3 faktorial. Bu da 4 vur 5 vur 6 sürətlə ixtisar gedir, qalır 2. Bu deyəcək. Deməli 60. 53-cü suala baxıram. 53-cü sualda deyir ki, A plus B, yəni 153-cü suala. A plus B üstə n binomun açılışına, binomun açılan cəmi 128-ə bərabərdir. 2 üstə n bərabərdirsə 128, yəni 2 üstə 7-yə. N olur 7. N 7-dirsə A plus B-nin üstündə 7 yazdıq. Və burada deyir ki, bu açılışın 4-cü həddin əmsalını tapın. 4-cü hədd kombinasyon 7-dən 3, A-nın üstünə B, A vur B yazdırıq, B üstə 3, A üstə 4 olur. 4-cü həddin əmsalı olur kombinasyon 7-dən 3. Bunu da hesablasaq 7 faktorial bölü 3 faktorial vur 7 çıxır, yəni 4 faktorial. Gedir 5 vur 6 vur 7 qarşı tərəfdə məxrəcə qaldı olacaq 35. Deməli 153-cü sualda cavab oldu 35. 154 fərqlidir. 154-cü suala baxıram. Deməli 154-cü sualda da deyir ki, D1 düz xətt üzərində 4 nöqtə, D1-in üzərində 4 nöqtə və deyir ki, düz xətt üzərində 5 nöqtə qeyd edilmişdir. Təpələri bu nöqtələrin 3 bucaqların sayını tapın. Deməli biz 3 bucaq düzəltmək üçün bizə 3 dənə nöqtə lazımdır. 3 dənə nöqtəni biz 2 üsulla seçə bilərik. Ya 4 nöqtədən birini götürərəm, 5 nöqtədən ikisini, deməli 5-dən ikisini götürərəm, üstə gəlsin və ya 4 nöqtədən ikisini götürərəm, 5 nöqtədən birini götürərəm. Bu da 4 vurulsun 5-dən 2-də 5 faktorial bölü 2 faktorial vur 3 faktorial. Üstə gəlsin 4 faktorial bölü 2 faktorial vur 2 faktorial vurulsun bu hissədə 5 eləyir. Bu da bizə verir 4 vur 5 qalır sürətdə. Deməli 40 üstə gəlinsin 6, 30 olacaq 70. Deməli 70 dənə 3 bucaq düzəltmək olar 154-cü sualda. Sonra 155 də fərqli sualda, ona görə 155-ə də baxaq. Deyir, burada da ki, 1, 2, 3, 4 yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Çoxluğun elementlərini istifadə etmək 4000-dən böyük 5-ə bölünən neçə 4 rəqəmli? 4 rəqəmli deyir və 5-ə bölünən rəqəmlər təkrarlana bilər. 4000-dən böyük deyirsə, birinci rəqəmim üçün deməli mənim 5 halım var, 5 hal. Sonuncu rəqəmim üçün 5-ə bölünən dediyinə görə sonu ya 0 ya da 5 olmalıdır. Burada 0 olmalığı üçün 5 var. Deməli, bir halda sonuncu rəqəmim üçün var. Və rəqəmlər təkrarlana bilər deyə, deməli 8 rəqəmi 8-ə həm ikinci rəqəmdə, həm də üçüncü rəqəmdə gələ bilər. Halları da bir-birinə vursaq 40, 320 hal olacaq. Bu şəkildə.
100, deməli, baxıram 157-ci suala. 157-ci sualda deyir ki, təpələri nöqtələri və neçə qabarıq dördbucaqlı çəkmək olar. Dördbucaqlı çəkmək üçün biz burada neçə nöqtədə? 6 nöqtə burada var, 4 nöqtə burada. Deməli, hərəsindən ikisini götürməliyik. Kombinezon 6-dan 2 vurulsun kombinezon 4-dən 2. Bu da 6 faktorial böl 4 faktorial vur 2 faktorial. Vurulsun 4 faktorial böl 2 faktorial vur 2 faktorial. 4 faktorial ixtisar getdi. 6 faktorial 720 deməkdir. Bu 2 faktorial 2 və 8 deməkdir. Olacaq 90. Deməli, 157-də də cavab oldu 90. Baxıram 159-a. Deyir, müəyyən sayda şagirdə olan sinifdə 2 növbətçi 105 üsula seçmək olar. 2 dənə növbətçi seçsin. Növbətçinin seçilməyi, burada tək növbətçi seçilir deyə. Deməli, burada kombinezon olacaq. Çünki eyni vəzifəyə seçilir. 2 növbətçini x şagird olsun. Bundan ikisini 105 üsula seçmək olur. İndi sinifdə də 12 qız varsa. Yazıram x faktorial bölünsün x minus 2 faktorial vurulsun 2 faktorial bərabərdir 105-ə. Buradan da sürəti parçalasam x minus 2 faktorial vurulsun x minus 1 vurulsun x bölünsün x minus 2 faktorial. Buradakı ikini çarpaz 105'e vursam olacaq deməli 210. Bu x minus 2 faktorial getdi. X vurulsun x minus 1 bərabərdir 210. Buradan da deməli x olar 15. 15. X 15'ini bizə deyir sinifdə 12 qız olarsa, 15 nəfərin 12'si qızdırsa, onda 3-ünə də oğlan qalır. 161-ci suala baxıram. 161-ci sualda deyir ki, bizə 2 fizika, 3 kimya və 2 riyaziyyat müəllimi dairə və masa ətrafında 7 stulda eyni fənn tədris edenlər yan-yana. Demək, 2 fizikadır, 3 kimyadır, 3 kimya, 2 dənə də riyaziyyatdır. Bunlar eyni fənn tədris edən hamısı yan-yanadır. Yan-yana deyə bunların hamısından bir kimi baxsaq, olur 3 qrup. 3 qrupun da dairə və masa ətrafında yer dəyişməsidir. Dairə və masa ətrafında n-1 faktorialdır. 3 minus 1 faktorial, yəni 2 faktorial. Deməli, onda birinci 2'dir. 2 vurulsun. Sonra fizikanın öz aralarında yerləşməsi 2 faktorial vur. Kimyanın 3 faktorial vurulsun. Riyaziyyatında 2 faktorial. Bu da 8 vur 6 olacaq 48. 161-ci sualda 48 oldu. 163 və 164-cü sual tiplərinə baxaq. Deyir 5 oğlan və 2 qız bir sıra yan-yana qoymuş 7 stulda sıranın əvvəlində və sonunda olmaqla qızlar. Qızlar deməli sıranın əvvəlində və sonunda qızdır və 5 dənə oğlan da deməli ortada olacaq. Neçə fərqli şəkildə yerini dəyişdirərək otura bilərlər. Yan-yana qoymuş 7 stulda. Demək, qızlar əvvəldə və sondadır. Qızların yer dəyişməsi 2 faktorialdır. Çünki qızlar əvvəldə və sonda durmalı. Ortada da oğlanlar var. Oğlanların yer dəyişməsi də 5 faktorial. 120 vur 2 olacaq 240. 165-ci suala baxıram. Deyir ki, binomun açılış əmsallarının cəmi 128 olarsa. X minus 3 üstə n. 2 üstə n bərabərdir 128-ə, yəni 2 üstə 7-yə. N oldu 7. Deməli, bizim ifadəmiz x minus 3 üstə 7-dir. Və buradan deyək ki, 3-cü əhəddən əmsalını tapın. Kombinezon 7-dən 2. X vur, mənfi 3. Mənfi 3 üstə 2, x üstə 5-dir. Və bu da bizə kombinezon 7-dən 2 vurulsun 9 vur, x üstə 5-i verir. 3-cü ədəd əmsal. Və bu da, demək, əmsal bu şəkildədir. Bunu hesablayaq. Kombinezon 7-dən 2-ni hesablasam 7 faktorial böl 2 faktorial vur 5 faktorial vurulsun. Burada 9 var idi. Bu 5 ilə bu gedir 6 vur 7 böl 2 vur 9. 1, 3, 21 vur 9. Bu deyir 9, 189. Bu şəkildə. 167, 168-ci suallara baxıram. Deməli, 167, 168-ci suallar. Deyir ki, binomun açılışında x üstə 9-un əmsalını tapın. 168-də də x üstə 20-nin əmsalını tapın. 168-ə baxıram. X üstə 20-ni deyir. X üstə 20 burada necə yaranar? X üstə 20 olmasın. X üstə 4-ün üstündə. Deməli, 9-dursa, 7 olsa, 1 böl x üstə 4-ün üstündə də 2 olsa, cəmi 9 olmalıdır. Bu x üstə 28 eləyir. Vurulsun, bu da 1 bölünsün x üstə 8 eləyir. Bunlar gedər, x üstə 20 yaranar. Bunun üçün, deməli, mənə nə lazımdır? Mənə olacaq 3-cü hədd. Yəni, kombinezon 9-dan 3, 9-dan 3 bu şəkildə yazılır da. 3-cü hədd deyirsə, kombinezon 9-dan 2. X üstə 4, 1 bölü x üstə 4. Bunun üstünə 2, onda bunun üstünə 7. Bu şəkildə. X 20-nin əmsalını tap. Buradan da olur kombinezon 9-dan 2. Bu isə bizə verir x üstə 20-ni. X 20-nin əmsalı 9-dan 2, yəni 9 faktorial bölü 2 faktorial vur, 7 faktorial vur olsun x üstə 20. Bu 9-dan gedir 8, 72 və 36 x üstə 20. Deməli, 168-də də cavab olacaq 36. 169, 170-dən deyir, orta həddin əmsalını tapın. Orta hədd deyəndə 6-dırsa, orta hədd elə kombinezon 6-dan 3-dür. Vurulsun 2x, vurulsun 1. 1-in kubu, onda 2x-in də kubu olur. Bu da kombinezon 6-dan 3, 2x-in kubu 8x kubudur. 1-ə vuranda elə 1 eləyir. Bu da deməli, əmsal dediyinə görə 8 vurulsun kombinezon 6-dan 3-dür. Bunu hesablasaq.
Komizon 6-dan 3 hesablayıram. 6 faktorial bölü 3 faktorial vur 3 faktorial. Bir də bunu 8-ə vurmalıyam. Bunlar gedir. Qalır 4 vur 5 vur 6 bölü 6 vur 8. Bu da 160 eləyəcək. Deməli 169-un salda cavab 160 oldu. 171 və 172 tipli suallara baxırıq. 171-də deyir ki, 8 elementli olan ən az 6 elementli isə açıqlığı var. Ən az 6 elementli deyil. Deməli bizdə 8-dən 6 elementli də ola bilər. 8-dən 7 elementli də ola bilər və 8-dən 8 elementli açıqlığının sayını tapmalıyıq. Bu 8 faktorial bölü 6 faktorial vur 2 faktorialdır. 8 faktorial bölü 7 faktorial vur 1 faktorialdır. 8-dən 8-dən elə bizə deməli 1 verir. O da bərabərdir. 7 vur 8 56 bölü 2 28 üstə gəl. Bu bizə 8-i verir. Üstə gəl 1. Deməli 37. 171-də də cavab oldu 37. 173-ə baxıram. Deyir, çoxlu elementlərinə istifadə rəqəmlərin fərqli mümkün olan bütün 5 rəqəmli ədədlər yazılıbdır. Həmin ədədlərin neçəsində tək rəqəmlər yan-yana olar. Deməli, tək rəqəmlər yan-yana deyirsə 5 rəqəmli ədəddir. Tək rəqəmlər yan-yana deyirsə, yəni 3, 5, 7 yan-yana olsun. Bunlar yan-yana dursun. Və 4, 6 da onda yan-yana düşür. 4, 6-nın yer dəyişməsi 2 faktorial, 3, 5, 7-nin yer dəyişməsi 3 faktorialdır. Bu da eləyəcək. Deməli, 6 vur 2, yəni 12. Hal mümkündür. 173-də də 1 saniyə. Bir də burada nəyi nəzərə almadım? Deməli, burada olacaq 4, 6-nın yer dəyişməsi 2 faktorial, 3, 5, 7 yan-yana dursun deyə bunun yer dəyişməsi 3 faktorial. Bir də burada, deməli, bir də burada bu 4, 6 yan-yana durmaya da bilər. Bunu bir də başdan yazım. Deməli, 3, 5, 7 harda olsa yan-yana gəlməlidir. Qaldı 4-dən 6. Bu şəkildə yazaq. Deməli, burada 4-dən 6-nın öz arasında yerləşməsi 2 faktorialdır. 3, 5, 7-nin yerləşməsi 3 faktorialdır. 4, 3, 5, 7-yə də 1 kimi baxsam, bir də 6 olur. Bu da 3 faktorial yerləşmələri. Bu da bizə verir. Deməli, burada da 36 vur 2, 72 hal aldım. 72 hal aldım 173-də. Əslində 4, 6 da yan-yana deyir deyə burada. Bunu belə yazaq. Bir də bunu başdan yazaq. Mümkün olaraq. Deməli, 3, 5, 7. Bunlar yan-yana dursun. 4 ilə 6 da qalsın. 3, 5, 7-nin öz arasında yer dəyişməsi 3 faktorialdır. 4-ü tək baxıram. 3, 5, 7-yə də bir dənə tək baxıram. 6-ya tək baxıram. Bu 3 dənənin yer dəyişməsi 3 faktorialdır. Yəni 6 vur 6 olacaq 36. Bu şəkildə. 173-cü sualda. 174-də baxıram. Deyir ki, A plus B plus M cəminin ən kiçik qiymətini tapın. Ən kiçik dediyinə görə deməli hər birinin tək-tək kiçik qiymətlərini tapmaq lazımdır. M üçün faktorialların ən kiçik qiyməti 0 faktorialda olur, yəni 1 olur. 5A minus 6 minus A kvadratına 0 deyirəm. 7A minus 12 minus A kvadratına da 0 deyirəm. A minus 8 plus B-yə də 0 deyirəm. Onda n bərabər olur 0 faktorial, üstə gəl 0 faktorial, üstə gəl 0 faktorial. Bu da 1 üstə gəl 1 üstə gəl 1, yəni 3 üstə 0 faktorial 1-ə bərabərdir. İndi bunu 0-a bərabər eləyəndə onda A olur 2 ilə 3. Burada A olur 3 ilə 4 və hər ikisini də 0-a çevirən qiymət 3-dür. Deməli A-mız da 3-dür. A 3-dürsə gətirib yerinə qoysam 3 çıx 8 plus B bərabər 0. Deməli B də 5-dir. B-yə də 5 tapdıq. 3, 5, M də 3, cəmi də 3 üstə gəl 3 üstə gəl 5 olacaq 11. 176-ya baxıram. Deməli, 176-ya 177-yə baxacağım. Bunlardan. Deyir ki, M6-dan K3-ün uyğunluğu müəyyən edin. Baxaq, 177. K3 olarsa, M bərabərdir. Permutasiya 6-dan 3. Yəni 6 faktorial böl 3 faktorial. Bu da 4 vur 5 vur 6. Yəni 20. 6 vur 120. Yəni D variantı. 1-ə D. 2-də K2 olarsa, permutasiya 6-dan 2. 6 faktorial böl 4 faktorial. Bu da 5 vur 6. Yəni 30-dur. 2-yə onda uyğun gəlir C. 3-cüyə də K7 olarsa, permutasiya 6-dan 7. Bunda mənası yoxdur. Çünki niyə yoxdur? K 6-dan kiçik bərabər olmalıdır. Ona görə 3-ə də uyğun gələcək B. Bu şəkildə 179-a baxıram. 179-cu sualda nə deyilir? Uyğunluğu müəyyən B binomial əmsalların cəmi C binomial əmsalların cəmidir. Binomial əmsalların cəmi 2 üstə 4. Birinci üçün 2 üstə 4-dür, yəni 16 B-dir. Yəni B-miz 16-dır. B-miz 16 birinci üçün. 1-ə uyğun gəldi A. 179-da 1-ə A uyğun gəldi. Və 1-ə uyğun gəldi A. Sonra baxıram 1-ə həm də əmsalların cəmini də tapsam C-sin. C-si də bərabərdir. Dəyişənlərin yerinə 1 yazsam 3 üstə gəl 2-nin üstə 4. Əmsalların cəmini tapan dəyişənlərin yerinə 1 yazılır. Bu 5 üstə 4, bu da 625-dir. Bu birinci üçün. İkinci üçün yazıram. A-sı, daha doğrusu B-si bərabərdir 2 üstə 6.
Yəni 2 üstə 6 64-dür. C-si də bərabərdir. 5 çıx 3-ün üstündə 6, yəni 3 üstə 6-dır. Bu da bu şəkildə. Üçüncünü də yazıram. B-si 2 üstə 5 32-dir. C-si də 4 çıx 1-in üstündə 5, yəni 3 üstə 5-dir. Yine buradan baxırıq. Birinci B-lərə baxaq. 16 hansına uyğun gəldi? Birinciyə 32 olan üçüncüdür. 3-ə də B uyğun gəldi. Biri A, 3-ə B. Sonra hansında C B-yə bərabərdir? C ilə B bərabərdir. Baxaq. Deməli, biri A uyğun gəlir, bir də baxaq. C ilə B-ni çıxaq görək hansına uyğun gələcək. C çıx B. Bu deyəsən elə birinci uyğun gələcək. 625-dən ondan sonra 609 eləyir. Demək, biri həm də D uyğun gəldi. Sonra 2-yə baxıram. 2-də 64 olan yoxdur. 3 üstə 6 da. 3 üstə 6. 3 üstə 6 yox. Daha doğrusu 5 çıx 2 üstə 6 da. 2 üstə 6 64-dür. Bunun B-si ilə C-si bərabərdir. Yəni 2-yə də C uyğun gəlir. 3-ə B yazmışam. Bir də bunun C-sinə, 3-ün C-sinə B-sini çıxsaq. Yəni bir dəqiqə baxaq. 3 üstə 5. 3 üstə 5 243 deməkdir. Bundan da 32 çıxanda 211-dir. Buna da Y uyğun gəlir. Deməli, biri A, D, 2-yə C, 3-ə də B ilə Y uyğun gəlir. Yaxşı, bu şəkildə. Binomial əmsalların cəmi 2 üstə n-dən tapılır. Əmsalların cəmi deyəndə də dəyişənlərin yerinə 1 yazıb tapırıq. 181-ci suala baxıram. Deyir ki, 181-də. Çeviri üzərində A, B, C, D, E, F nöqtələri ardıcıl qeyd olmuş. Təpələrindən ikisi A və B nöqtələrindən olan neçə 5 bucaqlı cəhmək olar. Təpələrindən ikisi elə A və B-də deyirsə, bu kombinasiya 2-dən 2-dir. Və bizə qaldı 3 nöqtəni seçmək. Bu 3 nöqtənin də baxıram. Təpələrindən ikisi A və B-də isə qaldı bizim 5 nöqtəmiz. Deməli, 5 nöqtənin üçün seçməliyəm. 1 vurulsun 5 faktorial bölü 3 faktorial vur 2 faktorial. Bu da 10. Deməli, neçə dənə 5 bucaqlı cəhmək olar? 10 dənə 5 bucaqlı cəhmək olar. Keçirəm 183-cü suala. Deyir, 6 fərqli riyaziyyat. 6 dənə fərqli riyaziyyat. Fərqli dediyini, yəni nə deməkdir? 6 dənə fərqli kitabdır. Məsələn, mən bunları nömrələyirəm. Birinci, ikinci isə güvən, məsəl üçün, riyaziyyat kitablar. Yəni, hamısı fərqli kitablardır. 3 dənə kimya olsun. Bunu nömrələyirəm. 1 nömrə, 2 nömrə, 3 nömrə. Və 7 fərqli fizikadır. Fizikalarda 7 dənə fizikadır. Deməli, bunu da nömrələyək. Hamısı fərqli kitablardır. Dərsliklə müxtəlif fənnə aid olan 3 kitabı neçə üsulla seçmək olar? Müxtəlif fənnə aid olan bu nə deməkdir? Yəni biz hər fənnə aid bir dənə kitab seçməliyik. Yəni riyaziyyata aid bir dənə kitab seçməliyik, kimya aid bir dənə kitab seçməliyik və fizika aid bir dənə kitab seçməliyik. Yəni müxtəlif dediyinə görə. Müxtəlif dediyinə görə biz bilirik ki, permutasiyadan istifadə edirik. Permutasiya riyaziyyat üçün 6-dan 1 vurulsun və kimyadan 3-dən 1 vurulsun, fizikadan 7-dən 1. Bu da eləyir 6 vur, 3 vur, 7. 21 vur 6 olur 6, 126 üsulla seçmək olar. 183-də. Keçirəm 185-ə. 185-də nə deyir? Deyir ki, çeviri üzərində 8 müxtəlif nöqtə qeyd olunmuşdur. Başlanğıc və sonu bu nöqtələr olmaq neçə vektor çəkmək olar? Vektoru da bilirik ki, məsələn, AB vektoru ilə A bərabər deyil B-A vektoruna. Ona görə burada permutasiya istifadə olunacaq. Vektor məsələlərində permutasiya yazılır. Permutasiya 8-dən vektor yaratmaq üçün 2 nöqtə lazımdır. Yəni 8 faktorial bölü 2 faktorial vur 6 faktorial. Bu da eləyəcək 28 dənə vektor çəkmək olacaq. 180 bir saniyə, yenə burada hesablamasında deməli 6 faktorial bunlar gedir olur 56. Avtomatik beyin komizon hesablamaya keçir. 187-də. 187-də. Çeviri üzərində 6 nöqtə qeyd olmuş təpə nöqtələri çeviri üzərində olan, çeviri üzərində qeyd edilən bu nöqtə olmaqla ən çox necə çox bucaqlı cəhmək olur. Biz bilirik ki, 3 bucaq çəkə bilərik, 4 bucaq çəkə bilərik, 5 bucaq, 6 bucaq çəkə bilərik. 3 bucaq çəkmək üçün komizon, demək 6 nöqtədən 3-ün götürməliyəm və ya 4 bucaq düzəltməliyəm. 4 bucaq düzəltmək üçün 6-dan 4-ün götürməliyəm və ya 5 bucaq 6-dan 5-in və ya elə 6 bucaq 6-dan 6 götürməliyəm. Biz bilirik ki, komizon 6-dan 3, 6 faktorial bölü 3 faktorial vur 3 faktorial, üstə gəl 6 faktorial bölü 4 faktorial vur 2 faktorial, üstə gəl 6-dan 5 ilə 6 deməkdir, 6-dan 6 1 deməkdir. Bu 4 vur 5 vur 6, demək 4 vur 5 vur 6, bu 6'lar gedir 20, üstə gəl, bu 5 vur 6, 30 bölü 2 15, üstə gəl 7. Deməli 27, üstə gəl 15 olacaq 42 dənə. Səhv hesablamadıqsa, hesablama səhv getmədiksə 42 dənə. Baxaq. Demək, 188-də baxıram. Deyir, x plus 2 y-in üstündə n. Binomial açılışına, binomial əmsalların cəmi, tək yerdə duran binomial əmsalların cəminə 32 aid böyükdür. Deməli, biz bilirik ki, tək yerdə duran əmsalların cəminə cüt yerdə duran əmsalların cəmi binomial əmsalların cəmini verir. Yəni, s təklə bu s cütü verir. İndi bizə deyir ki, tək yerdə duran cəmi, s tək, açılışdakı binomial əmsalların cəmi, tək yerdə duran binomial əmsalların cəmindən 32 aid böyükdür. Yəni bizə demək istəyir ki, 2 üstə m bərabərdir. Tək yerdə duran cəmindən 32 aid böyükdür. Bu nə deməkdir? Yəni demək istəyir ki, cüt yerdə duranların cəmi 32-dirsə,
onda tək yerdə duranların cəmi də 32 olacaq. Ümumilikdə 64 olacaq. Yəni binomial əmsalların cəmi olacaq 64. 2 üstə n bərabər də 64-ə. Tək yerdə duran binomial əmsalların cəmi ilə cüt yerdə duran binomial əmsalların cəmi bərabər olur. Ona görə bir digərinə 32 bayt böyütsə, deməli onda ümumi cəm 64-dür. Onda n də bərabər olacaq 6-ya. n 6-dırsa x plus 2 y-in üstündə 6. Bizə deyir ki, buradan 3-cü həddin binomial əmsalını tapın. 3-cü hədd belə yazılır. Komizon 6-dan 2, x vur 2 y-in üstündə 2, x-in üstündə 6. Bu da bərabərdir. Komizon 6-dan 2 vurulsun x üstə 6 vur 4 y kvadratı. Bu da bizə verir 4 vurulsun komizon 6-dan 2 vur x üstə 6 y kvadratı. İndi biz burada binomial əmsal dediyinə görə təkcə komizon 6-dan 2-ni götürürük. Əgər bizə əmsalını desəydi, 3-cü həddin əmsalı, onda 4-ü də nəzərə alardıq. Amma əmsal demir, sadəcə binomial əmsal dediyinə görə komizon 6-dan 2-ni hesablayırıq. Bu da eləyəcək 15. 189-a baxıram. 189-da. Deməli, 189-da. Şəkildə D1 düz xətt üzərində 5, D1-in üzərində 5, D2-in üzərində 6 nöqtə qeyd olmuş. Bu nöqtədə üçbucaqların sayını tapın. Yenə üçbucaq düzəltmək üçün ya 5 dənədən birini götürüb 6-dan ikisini götürərəm və ya 5-dən ikisini götürüb 6-dan birini götürərəm. Bu da bizə verir. Birinci 5 vur 6-dan 2 15-dir. 15 üstə gəl. 5-dən 2 5 faktorial böl 2 faktorial vur 3 faktorial vur 6. Bu da 75 üstə gəlinsin 10 vur 6, yəni 60 üstə 75 135. 189-da da oldu 135. 190 da bayaqki məsələlərdəndir. Demək 191-ə baxaq. Deyir 8 oğlan və 5 qız şagirdin olduğu sinifdə yarışda iştirak etmək üçün 3 nəfər seçilməlidir. Tərkibində həm oğlan həm də qızın olduğu neçə belə qrup seçim etmək olar. Deməli 3 nəfər seçilir. Həm qız olmalıdır, həm oğlan. 8 oğlan və 5 qız var. Deməli mən necə eləməliyəm? Ya 2 oğlan, 1 qız seçməliyəm və ya 1 oğlan, 2 qız seçməliyəm, yəni 3 nəfər olması üçün. 2 oğlanı komizon 8-dən 2 kimi seçirəm və 1 qızı komizon 5-dən 1 kimi. Və ya seçimimi 1 oğlan komizon 8-dən 1 vurulsun komizon 2 qızı da 5-dən 2 kimi seçməliyəm. 8-dən 2 8 faktorial böl 2 faktorial vur 6 faktorial vur 5 üstə gəlsin. 8 vurulsun 5 faktorial böl 2 faktorial vur 3 faktorial. Bu da bizə verəcək. Deməli, bu da bizə verir 7 vur 8 56 böl 2, yəni 28 vur 5 üstə gəlinsin. 4 vur 5 10 80. 0 140 üstə gəl 80. Bu da eləyəcək 220. 220. Deməli 191-ci sual da oldu 220. 192-də eynidir 193-ə baxıram. Deyir ki, bilik yarışmasında bir komandanın 10 üzvündən 6-sı iştirak etməlidir. Seçilən 6 nəfərdən ikisi kapitan onun köməkçisi. Deməli, birinci nə etməli? Birinci deyir 10 üzvündən 6-sı iştirak etməlidir və bu seçilən 6 nəfərdən də ikisi kapitan və onun 6 nəfərdən də ikisi kapitan onun köməkçisi olmalıdır. Deməli, bu kapitan onun köməkçisini permütasiya ilə seçin. 6-dan 2. Bu da 10 faktorial böl 6 faktorial vur 4 faktorial. Vurulsun permütasiya 6-dan 2 6 faktorial böl 4 faktorial. Bu 6 faktoriallar geçsin. 10 faktorial 4 faktorial yaparsan 5 vur 6 vur 7 vur 8 vur 9 vur 10. 4 faktorial 24 vur 24. Deməli 6 ilə 8 48 24 ilə yaxsa gedir 2 qalır. Bu 2 ilə 12. Sonra 12 ilə 3-ə gedir 4, 3-ə gedir 3. 3. Nə qaldı əlimizdə? Bir dəqiqə baxın hesablamasına. Deməli bunun hesablamasını belə eləyək. 10 faktorial 6 faktorial gedir. Qalır 7 vur 8 vur 9 vur 10. Bölünsün 4 faktorial 24. Və vurulsun 4 faktorial 6 faktorial gedir. Sürətdə qalır. Deməli 30. Vur 31-də bunları da aparsaq. 1 3 1 10. Deməli 7 9 63 sonra da 2 0 6 metr. 194 də bu tipli sualda gələrəm 195-ə. Yəni 195-də nədir? Deyir ki, qutuda müəyyən sayda ağ, müəyyən sayda ağ deyəndə, yəni ağların sayı x olsun. 3 dənə qara və 5 dənə sarı kürəcik var. Eyni zamanda çıxarılan 2 kürəciyin eyni rəng olma hallarının sayı. Deməli, eyni zamanda çıxarılan 2 kürəciyin eyni rəngli olma hallarının sayı. Ya, deməli, 2-dən x-dan ikisidir, yəni ağdır. Ya qırmızıdan ikisini çıxardıblar, ya da ki, sarıdan ikisini çıxardıblar. Bunların hallarının sayı 41-dir. Buradan da x faktorial böl x minus 2 faktorial vur 2 faktorial üstə gəl. Deməli, bu olacaq elə 3 üstə gəl. Bu da 5-dən 2 də 10 deməkdir. Bərabərdir 41-ə. Buradan da x minus 2 faktorial sürət parçam x minus 1 bir də x. Bölünsün 2 vurulsun x minus 2 faktorial bərabərdir 13. 41-dən də 13 çıxanda 28.
Deməli 28. Hər tərəfində bu 2'yə vursam, burada yazam 56 elə. 56. Bunlar da gedir. Deməli nə qaldı? Qaldı ki, x vurulsun x minus 1 bərabər də 56'ya. Deməli x də olsa 8. 8 dənə nə var imiş? Ağ kürəcək var imiş. Deməli 197'ye baxın. Qutuda n sayda ağ, ağların sayı n, qaraların sayı m və sarıların sayı 4 dənədir. Deyir, qutuda n sayda ağ, m sayda qara və n sarı kürəcik var. Eyni anda çıxaran 3 kürəciyin. Üçünün də müxtəlif rəng. Deməli, eyni anda çıxaran 3 kürəcik müxtəlif rənglərdə deyirsə, deməli, burada permütasiyonu yazırıq. Biri ağ olsun, n-dən 1. 3 dənə kürəcik çıxar və biri qırmızı olsun və biri sarı olsun. Bu bərabərdir 28'e. Burada da n vur m vur 4. Bərabərdir 28'e. N bərabərdir 7'ye. Hasili 7 adətlə 1 ilə 7'dir. Deməli, onda n plus m olar 8. 199'a baxırıq. Deyir, diaqramda 3 torba verilmiş, ağ və qara kürələrin sayı verilmişdir. Bu torbaların hər birində eyni zamanda bir kürə çıxarır. Birinci torba, ikinci, üçüncü torba olsun. Ağ, qara, ağ, qara, ağ, qara yazıq. Deməli, birinci torbada ağların sayı 6, ikinci torbada ağların sayı 8, üçüncü torbada ağların sayı 1'dir. Qaraların sayı bax. Birinci torbada qaraların sayı 2, ikinci torbada qaraların sayı 8, üçüncü torbada qaraların sayı 10. Deyir ki, bu torbaların hər birindən eyni zamanda bir kürəli çıxardı. Onların üçünün də eyni rəngli olmasına mümkün halların sayını tapın. Deməli, ya hamısı qırmızı çıxmalıdır, yəni qara ya da ağ çıxmalıdır. Burada ağın çıxması komizon 6'dan, deməli 1 vurulsun, buradan ağın çıxması 8'dən 1 vurulsun, buradan ağın çıxması ilə 1'dən 1'dir. Və ya hər biri qara çıxsın. 2'dən 1 qara çıxar, 8'dən 1, burada da 10'dan 1. Bunlar hesabında 6 vur 8 vur 1, üstə gəlir 2 vur 8 vurun. Bu da 48 üstəcə 160. 208. Deməli, baxaraq 201-ci sualda çevir üzərində A nöqtəsi tapılmaqla n plus 1 sayına müxtəlif nöqtə qeyd edilmişdir. Təpələrindən biri A nöqtəsinin üçbucaqların sayı 28 olarsa n tapın. Deməli, biri mütləq A-dadırsa A-nı ilə 1-dən 1 kimi seçirik, vurulsun. Digər iki nöqtəni də ümumi n plus 1 deyildi, A nöqtəsi daxilmaq. Deməli, onda A-nı sıxsaq n-dən nöqtə qalır. Digər ikisini də n-dən seçəcəyik. Bərabərdir 28'e. Burada n faktorial bölünsün. n minus 2 faktorial bərabərdir. Bir də vurulsun 2 faktorial var. Bərabərdir 28'e. Hər tərəfini 2'yə vursaq, sürətdə parçalasaq. n minus 2 faktorial vur, n minus 1 vur, n kimi parçalayıram sürətdə. Məxrəcdə n minus 2 faktorial, hər tərəfini 2'yə vuranda 56. Bunlar ixtisar getmişdi. n vurulsun, n minus 1 bərabərdir 56'ya. Onda n də olacaq 8. Deməli, n oldu 8. 203-cü suala baxıram. 203-cü sual deyir ki, diametri AB olan, deməli, diametri AB olan yarım çevrə üzərində ABC'nin Y nöqtələri ardıcıl olaraq deməli A, B, C, D və Y nöqtələri qeyd edilib və M, N nöqtəsi qeyd olunub. Deyir ki, təpələr bu nöqtədə neçə müxtəlif üçbucaq çəkmək olar. Deməli, üçbucağı biz necə çəkə bilərik? Bu düz xətt üzərindən 2 nöqtə götürməklə, yəni komizon 4-dən 2-sin və 3 nöqtədən 1-in götürməklə. Və ya bu 3 nöqtədən 2-sin 4 nöqtədən 1'in götürməklə və ya bu 3 nöqtənin 3'ünü də götürməklə üçbucaq düzəltmək olar. İndi burada bu şəkildə yaxşı düşünməyib, amma məsəl üçün lap belə çəkim bunları. Bu C olsun, bu D olsun, bu Y. Məsəl üçün baxın, burada üçbucaq yaratmaq olur. Bu şəkildə. Bu da bərabər. Amma bir düz xətt üzərində yerləşən məsələn A, M, N, B bunlardan üçbucaq yaratmaq olmur. Məsələn A, M, N-dən yaratmaq olmur, M, N, B-dən yaratmaq olmur. Bu bizə 4-dən 6'ını verir. 3 üstə gəl. 3 vur 4 üstə gəl 1. Deməli 18, 12, 30, 31. Bunu belə də yaza bilərik. Ümumi neçə nöqtə var? Ümumi 7 nöqtə var. Üçbucaq üçün 7-dən 3 lazımdır. Buradan çıxmalıyıq. Bir düz xətt üzərində yaratmaq mümkün deyil. Yəni 4-dən 3-ü. Bu şəkildə də yazmaq olardı. Yazıram 204-cü suala. 204